İnsanın psikolojik durumuna görə həqiqəti, vaqiyyəti fərqli-fərqli anlama durumu var və hamısı da doğrudur. Məsələn, deyəlim, indi siz danışdığınız anda şadsınız, keyfiniz yerindədirsə, dünyanı, camiəni, gerçəkləri o ruh halına görə idrak edirsiniz. 2 saatdan sonra, 3 saatdan sonra vəziyyət dəyişdiyində, insanın psikolojik halı, durumu dəyişdiyində o əvvəlki vəziyyətə uyğun olmayan başqa bir algı, başqa bir bərdaşt, idrak ölçüsü ilə gerçəklərə yanaşır. Məsələ burasındadır. Bizi mutlu edən, şad edən nədir? Və insanın gələcəkdə amacı, hədəfi nədir? Niyə? Məsələn, bu işləri biz görürük, danışırıq. Niyə gah umud dolu danışırıq, gah umudsuz danışırıq? Yəni, bizim ağlımız yerində deyilmi? Yoxsa elə doğru olan budur. Ya da doğru olan bunların ikisinin, ya bir neçə baxışın ortasına. Hələ mən başqalarını demirəm, amma bir tək insanın ruhsal pozisyonuna görə, ruhi pozisyonuna görə dəyərləndirməsini nəzərdə tuturam. Ya da bu iki durumun kəsişdici orta bir nöqtədə gerçək dəyərləndirilə bilir. Mənim görüşümə görə əslində bizim tariximizdə qurtuluş yoxdur. Biraz əvvəl bir otaqdaydım, hala Arya nəcatpərəstliyi falanı, Arya nədir falandır, saçma işlərlə məşğuldurlar. Ya da başqa bir dəstə də gəlir, onun bu yan tərəfini, yəni, məsələn, aşırı milliyyətçiliyi, türk milliyyətçiliyini, kürd milliyyətçiliyini, o birisi milliyyətçilikləri qoyur ortaya. Bunların heç birisini tarix qəbul etməz. Tarixin öz hökmləri var, öz qaidələri, prinsipləri var. Və bunları tarix qəbul etsəydi, bu şəkildəki tarix irəliləmişdir, irəliləməzdi. Nə qədər? Ümumiyyətlə, tarixə baxdığımızda tarix ideolojilərin qəbrəstanlığıdır. Gəliblər, bir 30 il, 40 il, 100 il at oynatmışlar, sonra tarix onların hamısını gömmüş. Amma tarix onların hamısını gömmədən əvvəl nə qədər ağlını itirmiş adamlar, milyonlarca insan o ideoloji yolunda ölmüşlər. Halbuki o ideolojini tarix özü ortadan qaldırmış. Nədən belə olur? Çünki bizdə Rönesans gerçəkləşməmiş. Rönesans, yəni təvəllüd-i əznu, təvəllüd-i digər. Yəni yenidən doğuş. Yenidən doğuş nə deməkdir? Ağlın gözü ilə gerçəyə baxmaq, camiəyə baxmaq, insan və insanın psikolojik, sosiolojik, ekonomik ehtiyaclarını məzhəblə, dinlə, müqəddəsatla deyil. İnsanı bir olğu olaraq biz necə tanıya bilərik? Bir pədidə olaraq bu insan nə istəyir? Məsələn, bəzilər ki, insanı qutsayırlar, insan məhvərli düşünməliyik filan. İnsan belə bir varlıq mıdır? Yəni, insan üçün insan, bir millət üçün, bir xalq üçün, ya insanlıq üçün insan həyatını fəda etməli mi? İnsan, insanın, məsələn, Dostoyevskinin dediyi kimi canavarı deyilmi? Homo sapiens, insan hamısı yeri gəldiyində bir-birinin ətini yeməzmi? Yaxşı. Əqlaniyyəti biz itirdiyimizdə, ehsasata qapılıb, duyğusallığa qapılıb, insanı qutsayır, insanı göylərə ucaldırıq. Və bir də görürsən ki, o göylərə ucaldan özü ucaltdıqları tərəfindən imha edilir, məhv edilir. Təhlükə bundadır ki, bizim təfəkkürümüzdə, düşüncəmizdə, sosial və fəlsəfi həyatımızda, dini həyatımızda, xüsusən dini həyatımızda bir Rönesans gerçəkləşməmişdir. Rönesans gerçəkləşməmişdir, çünki Rönesansın uzantısı nihilizmdir. Heçlikdir. Heçlik, yəni həyatın heç olduğu deyil, ha. Yəni, bugünə qədər nə qədər
tarixi dəyərlər var, ərzişlər varsa, bunların hamısı sıfıra çarpacaqsınız. Buna Max Weber demistifikasyon deyir. Yəni usture zudai. Friedrich Nietzsche və başqaları nihilizm adlandırır. Nihilizm o demək deyil ki, sən heçliyin içərisində bədbəxt, depresyona uğramış, halsız düşüb əfsürdə olasan. O cür deyil. Məşğul olduğun, səndən əvvəl ürətilən, tolid edilən dəyərlərin, ictimai dəyərlərin, dini dəyərlərin bir heç olduğunu qəbul etdiyin zaman sən insan olursan. Qəbul etmədiyində də, onları bir dəyər olaraq qəbul etdiyində də insanlıqdan çıxırsan. Çünki sənin rolun yoxdur tarixdə. Həyatda, indiki həyatda. Keçmiş tarix keçib gedibdir. Amma tarix deyəndə biz nəyi düşünürük? Tarix olub bitənlərdirlərmi? Tarixin kökəni, tarixin rişəsi hardadır? Tarixin rişəsi geçmiş zamanda mıdır tarixin kökəni? Yoxsa gələcək zamandadır? Yoxsa bizdən başlayır tarix? Ax biz burada olmasaq insan olaraq bu keçmiş olayların, hadisələrin nə bir ariyayısı olsun, türk olsun, ərəb olsun, İngilisi, rusu olsun, bunun nə anlamı vardır? Biz əgər onlara bir anlam vermiriksə, yaşayan insanlar olaraq. Yəni biz də indi yaşadığımız anda keçmişə yönəlikmi yaşayırıq acaba? Yoxsa gələcəkdə mutluluq axtarırıq? Biz gələcəklə bağlı xəyal qurarıq da insan olaraq. Gələcəklə bağlı xəyal qurarkən, xoşbəxtlik, umud ararkən, geçmiş insanlıq tarixində, o da bir millətin tarixində deyil, tarix bir bütündür. Heç millətin tarixi yoxdur. Dillərin tarixi var. Çünki tarix bir bütündür. Sonra o millətlərin tarixi zirməcmuə alt kümədir, zirməcmuədir. Yəni insan, varlıq və həyat. Bu üçgənin, bu müsəlləsin içərisində tarix şəkillənir də. Bu müsəlləsin içərisinə dəyişik dillərdə danışan, dəyişik coğrafiyalarda yaşayan hər qövm öz imkanını ora yükləyir və insanlığın ortaq, müştərək tarixi şəkillənmiş olur. Ora heç bir şey yükləməyəndə ahistorik millətlərdirlər. Yəni tarixləri yoxdur, bizim tariximiz yoxdur. Çünki biz tarix deyəndə biz elə bilirik ki, geçmiş zamanda kökənimizi axtarmalıyıq. Halbuki tarixin kökəni, tarixin rişəsi gələcək zamandadır. Gələcək zamanda biz xoşbəxt olmağımız üçün geçmiş zamanda nələr olmuş, onların bizə yardım edəcək bir imkanı varmı? Yoxdur. Yaxşı, olmadıqdan sonra biz nə edəcəyik? Onlar ki, gələcək zamanda sərnevişlərini axtarırlar, yazğılarını axtarırlar. Onlar sürəkli, peydərpey irəliyə doğru gedərkən şərq millətləri geçmişin nostaljisi içərisində, o qaranlığı içərisində duyğulanıb duracaqlar. Gələcəyə doğru yönəlmək üçün indi yaşayan insanların Jean-Paul Sartre'ın gözəl bir sözü var. Səyyal ağlın, yəni dialektik ağlın hərəkətə geçməsi lazımdır. Bizim ağlımızın heç bir dəyəri yoxmu dünyada? Elə biz gedib araxtarmalıyıq ki, məsələn, nə bilim, Səlcuqlu bunu demiş, Osmanlı bunu demiş, Həxamənşi bunu demiş, Sasani bunu demiş. Belə saçma işlərlə uğraşan bir millətin ekonomik proqramı ola bilərmi? Ya məsələn, Həzrət Əli bunu demiş, Əbu Bəkir bunu demiş, Ömər bunu demiş, İsa bunu demiş, Musa bunu demiş, 124 min peyğəmbər bunu demiş. Böyle bir zihniyyətlə qurtuluş ola bilərmi bir millət üçün? Nəyə görə şərq millətlərin hamısı qaranlığa gömülmüşükdə? Siz bir dənə Orta Doğuda bir millət göstərin, bir dənə millət göstərin gəlişmiş olsun. Hamısı bataqlıqdadır. Hansı bataqlıqda? Zehni bataqlıqda. Zehnlərin qaranlıqlarında müqəddəsləşdirdikləri və heç bir qutsal dəyəri olmayan tarixin bataqlığında bocalayıb dururlar. Bu millətlərin hamısı. Gələcəyə dair bir dənə proje yoxdur. Gözümüzü açırıq, bizim danışdığımız bu dillər ki var, bu dillərdə bir renesans gerçəkləşməmiş. Renesans da nominalizm deməkdir. Yəni, biz bu dillerin içərisində var olan sözlər nə üçündür? Müqəddəsliyi çocuqluqdan bizim beynimizə doldurmaq üçün midir? Yalanları, 12 imam yalanı, 124 bin peyğəmbər yalanı, Seyyid yalanı, Seyyidzadə yalanı. Ya bizim dillerin içində yalandan başqa nə var? Bu diller bize hansı bilgini verə bilər? Heç bir şey verə bilməz. Ona görə də
Avropa mədəniyyətində gerçəkləşən Rönesans bunların zehnini gələcəyə doğru açdı. Məsələn, indi biz istəyək fəlsəfə ilə məşğul olaq. Bizim ölkələrin tarixində bir dənə fəlsəfə əsər varmı? Yoxdur. Olanlar da Avropadan gəlmiş. O Məlikyan o günü bir dənə videosunu dinlədim. Əlbəttə illərdir mən bunu deyirəm. O da deyir bizdə heç bir şey yoxdur. Nə varsa Yunandan gəlmədir. Rönesansdan sonra da Avropadan gəlmədir. Ona görə də heç bir şey yoxdur. O deməkdir, yəni bizdə ağıl yoxdur. Bizdə məzhəb var. Bizim tariximiz şərqin tarixi din tarixidir, məzhəb tarixidir. O məzhəb sadəcə İslam məsələsi deyil. Elə Sümerlərdən bəri. Bax görürsünüzmü? Bəzi adamlar çıxırlar, adlarını qoyurlar milliyyətçi, gəlib deyir Sümer türk olub, Sümer nə bilim fars olub, Sümer ərəb olub, o da deyir Sümer kürd olub. Axı bunların bu olmasının faydası nədir? Sümerdə nə vardı ki, o məsələn Kürt, Türk, ərəb, fars olanda bizim cebimizdə olacaq, bizim zehnimiz mi aydınlanacaq? Tarixin ibtidai, ilkel, qaranlıq devri ilə şey duyurlar, nə var ki, əlifba kəşf edilib. Ya oradakı sosial qanunlar, ya oradakı Sümer padişahı dəfn edildiyində, öldüyündə minlərcə cariyəsini, kənizini, köləsini, bərdəsini diri-diri onun yanında bastırırdılar bədbəxtləri. O dünyada Sümer padişahına xidmət etsin. Axı bu kültürlə iftixar duyan bir zehniyyət gəlib insan ola bilər. Bir dənə əfsanə qalmış, qıl qalmış. Hamı deyir o mənimdir, bu deyir bu mənimdir. Oxuyursan orada da heç bir şey yoxdur. Çünki düşünmək çətin məsələdir. Biz onu başarırıq. Yəni şərq millətləri olaraq onu başarırıq. Düşünmək indiki zamanda yaşaya bilmək və gələcəyə doğru yönəlmişlik deməkdir. İndiki zamanda durub da geçmişə doğru insan ağlını yönləndirirsə, o insan və o millət yaşamır. Heç bir şey tolid edə bilməzsən. Tolid edilmişləri, ürətilmişləri sən bazı tolid etməyə çalışa bilirsin təxəyyülündə. O da yanlış bir şəkildə. Biz niyə məsələn düşünürük ki, özümüzə məxsus azadlıq anlayışı yaratmalıyıq? Necə yaradacaqsan onu? Hansı imkanla, hansı bilgilə, hansı dillə? Ərəb dili ilə mi? Ərəb dilində nə var? Təfsirdən başqa nə var ərəb dilində? Fars dilində mi yaradacaq? Fars dilində şeirdən başqa nə var? Hamısında fantazi, yalan. İnsanın məsələn Moğləvinin şeirləri vaqiyyətdən qopardıb, o irfanın ipə sapa yatmayan, gerçəklə bağları qoparılmış, həndəsə düşmanlığı, fizik düşmanlığı edən Moğləvinin şeirlərində mi arayacaq? Burada biri gəlir, adını çəkmirəm, tez yarımçıq qoyur, Məsnəvi xanimiz var, Təbrizdən qatılır, icazənizlə mən gedirəm. O zaman sən düşüncə öyrətəməzsən ki, Məsnəvi xaniliklə ki. Məsnəvi ki deyir, xorda girihay elmi həndəsi, ya nucumu elmi tibbu fəlsəfə, in həmi kar binayı axir əst. Ki imadı budu qavı oştur əst. Tövlə tikmək, sanki tövlə tikmək pis şeydir. Tövlə olmasa yaşaya bilər insan. Yedikin əti, dəvəni, qoyunu, inəyi harda saxlayacaqsan? Hər şey maddə olan nə varsa, maddi olan nə varsa hamısını nəzəriyyədə inkar edirlər. Bizim tariximiz budur. Amma özləri də ət yeməkdən geri çəkilmirlər. Yoxsulların məhkum eləyinən gedib tövlədə çalışsınlar, amma sən əti də onların toğludatını yecinən. Bunlardan biz necə qopmalıyıq? Çünki qopuş olmasa oluş olar mı? Bizi tarixi köklərimizdən qopardacaq nə varsa bizi xoşbəxt edər. Çünki bunun nümunəsi var. Baxınız, Japoniya niyə indi dünyanın super dövləti olmuş? Hər kəs gedir, sizlər də baxmışsınız da, Japon səyahətinə, o bəlgəsəllərə, müstənədə. Adamlar gedirlər, xiyabanlar nə qədər təmiz, gözəl, hətta İskandinaviya ölkələrindən daha təmiz. Halbuki vəhşi bir millət idilər bunlar. Samuraylar vəfalı kölələr idilər də, əfəndilərinin, feodalların kölələri. Adam öldürməkdən xoşlanırdılar. Vildrant yazır ki, samuray çox gec adam öldürəndə, deyirdi birdən qılıncım kütəlmiş olar, kəsməz. Qarşısına gələn bir dənə diləncini çəkib hızlı bir şəkildə sürətlə vurub başını kəsirdi, atırdı yerə.
Sonra bunlar gəldilər, dedilər, bu kültürdən biz qopmalıyıq. Bir dənə inqilab etməliyik. İnqilab belə olar. İnqilab İrandakı kimi olmaz. Ya Məhdi Ədrikini ilə inqilab olmaz. Bir cavan oğlan gəldi, Nimə cavan, istedadlı, Mici adında başladı reforma. Dedi, biz Avropalaşmalıyıq. Bunlar dedi, biz Japoniya Çin tərəfindən işğal ediləcək gələcəkdə. Avropalaşması, güclənməsə. Samuray və o kültürdə dedilər ki, yox, biz Japoniya dədə-baba kültürümüzü buraxa bilmərik. O nə qədər minlərcə samurayı qətl etdilər. Öldürdülər samuraylıcı, ortadan qaldırdılar. Sonra gətirdilər o samurayları, soxdular azmaşgahlara, laboratuvarlara. İndi o samuraylar, dədə-babaları samuray olan millət çox qısa müddətdən sonra, 50 ildən sonra dünyaya meydan oxudular. 1905-ci ildə dünyanın süper devləti olan Rusiyaya diz çöktürdülər, balaca Japoniya. 1905-ci ildə. Və sonra görürsünüz, yenə də dünyanın hər yerində, bax belə bu Avropanın özündə də bir şey almaq istəyən, bilsək bu Japon ürünüdür, imkanı olsa onu tərcih edər. Nədən? Çünki qopuşun nəticəsində oluş sağlandı. Hər il çox qəribədir. Dünyada 7000 kitab Japonoloji haqqında çap olur. Bunlar niyə belə oldu? Bir dənə cəzirələr özdə nərdəsə hər gün zəlzələ olur, dəprəm olur. Niyə belə oldu? Niyə biz batmışıq bu bataqlığın içinə? Özdə elə bilirik ki, çox möhtəşəm tariximiz var. Heç nə möhtəşəm tariximiz var, nə möhtəşəm dilimiz var, nə möhtəşəm kültürümüz var, fəlsəfəmiz var, matematiğimiz var. Bütün dünya universitetləri içərisində siz bir dənə şərq ölkələrində mötəbər bir dənə danışqah göstərə bilməzsiniz. Amma Japoniyada hər hansı bir danışqahdan siz təhsil olsanız, dünyanın hər yerində iş taparsınız. O zaman biz nə ilə iftixar edirik? Bu yalan nədir? Çünki yalan şirindir. Çünki yalan bizim nihilist olmağımızın qarşısını alır. Nihilist olmaq, roşanfikr olmanın şərtidir. Siz ziyalı olmaq istəyirsinizsə, bu dindir, bu şiəlikdir, bu sünnillikdir. Bunların üstünə qırmızı qələm çəkəcəksiniz. Mənim dədəm babamın dinidir. Bu əcdadpərəstlik oldu da. Bunun üstünə bir dənə xət çəkməliyik öncə biz. Ondan sonra sekular zehniyyət yaranır. Bunu da xalq kütləsi edə bilməz. Aydınlar, ziyalılar edər. Sənətkarlar edər. Musiqidə edirlər, şeirdə edirlər. Məsələn, bizim şeirimiz hənuz sekularizə edilməmiş. Bizim şeirimizdə hənuz bir dənə Hölderlin yox. Hənuz bir dənə Eckhart yox. Məsələn, Alman şeirində olduqları gibi. Yoxdur. Yəni biz bu dünyada bizə deyirlər ki, narahat olma. Öləcəksən, səbr elə. Ölümü şey deyirlər, müqəddəs edirlər. Bir adam bilsə ki, mən sabah öləcəm, bugün heç bir iş görməz diyor, sabah öləcəm də. Biz sanki ölməyəcəkmişiz gibi bu dünyada yaşamalıyıq. Və sanki ölməyəcəkmişiz gibi bu dünyada yaşamanın bilgisini bizə verən ədəbiyyat yoxdur, fəlsəfə yoxdur, heç bir şey yoxdur. Hamı deyir, narahat olma, öləcəksən. Bütün ədəbiyyatımız, musiqimiz də özürdür, depresyona uğradır. Muğamlara qulaq asırsan adam bir saatdan sonra deyir, deyirsən də ölüm yaxınlaşıbdır. Arifanə ölüm, adında deyirlər, ölümdən qorxmamaq. Rahist, rah eşq, ki hiçəş kənarı nist, ancaq cozan ki can besparənd çarə nist. Yəni bizim canımız o qədər dəyərsizdir ki, sadəcə orada ölümlə sən nəticə geri edə bilirsən. Bu da Hafizindir. Ya məsələn, Moğləvi deyir ki, əs-səngi çon dər ədəm ayim, sərəzyar bərariyim. Əs-səngi siyah nali iqrar bərariyim. Öldükdən sonra diriləcəyik. Ya Fuzuli deyir ki, rah-ı eşq üzrə mənə ancaq fəna məqsudidir. Şükür ki, məqsuda yetdim, intizarım qalmadı. Ya Şəhriyar deyir ki, mən də irfana çatıb, əfnaya çatıb şeirimi ibqa elədim. Bunlarla yaşamaq olmaz. Hər şeyimizdə bir sekular düşüncə doğmalıdır. Sekularizm, bəzi adamlar elə bilirlər ki, laiklik, sekularizm, məsələn, gətirsən qanun əsasiyə orada yazasan, din siyasətdən ayrıdır, oldu sekularizm. O deyil. Sekularizm bir eğitim sistemidir, bir tərbiyyət sistemidir. O, əvvəl ibtidaidən, uşaq ki gedir, ibtidaidən də yox, ana oxuluna ki gedir Kudakistana, oradan başlar.
Bizim bir dillərimizdəki bəzilərdə deyir, nə bilim, dədə babamızın söylədiyi nağıllara, bu nağılların hamısı ortadan qaldırılmalıdır. Elə oradan bizi dinzədə edirlər, qorxudurlar. Div gəlir, bilirsiniz də bizim analarımızın dediyi nağıllarda. Div nədir? Şeytan nədir? Bunlar doldururlar bizim zehnimizə. Sonra bizim beynimiz bu qavramlar tərəfindən işğal edildikdən sonra biz zəmir-i naxodagahımızda, bilinçaltımızda Molla Fuodal, Seyyid yalancıların söhbətlərinə yatqın bir duruma gəlir. Camiə, psikolojik olaraq. Diqqət edirsiniz. Sonra siz ağlınızı istifadə etmək yerinə deyirsiniz, Həzrət Mehdi gələcək, işləri düzəldəcək. Halbuki hamı bilir, bu o Əli Şəriətinin cəfəngiyatı var, Mehdi Moud filan. Hamımız bilirik ki, baba, bu bizdən 100 il, 200 il, 500 il əvvəl də, 1000 il əvvəl də bu məsələ olmuş. Mehdinin gəlib işləri düzəldəcəyinə dair yaşayan insanların hamısı gəbərmişlər. Mehdi də gəlməmiş, yine də bu inanç yaşayır. Nədən acaba? Dəhşətdir. Rönesans bu inancı ortadan qaldırmaqdır. Məsələn, siz Qərb ölkələrinə ya da Japoniyaya gedin, məbədlər, kilisalar muzey kimidir. 5-6 adam gedirlər, orada əyləncə, keyfli adamlar. Bizimkilərə baxın, camilər dolu, bəzilər də deyirlər, bəh-bəh. İmana bax, imanın gücünə bax. Universitetlər boş. Universitetlərdə camidəki bilgilər, zaten onu da deyirlər də bizə. Yəni bizim universitetlərimizdə də bizi tərbiyə edirlər, dini insan. Dini insan da, yəni bizdən əvvəl həqiqət söylənibdir. Gerçəklər söylənmişdir. Bizim ödəvimiz, bizim görevimiz o söylənənləri anlamaqdır. Biz ona görə güya dünyaya gəlmişik ki, bu yalanları əzbərləyək ki, o tərəfdə cavabdeh olaq. Tək-tək adamlar bizim içimizdə çıxmış, buna etiraz etmiş tarixdə, hamısını gəbərtmişlər. O zaman indi sizin o söylədiyiniz o fikrə dönürəm. Qardaşım, bizim qabiliyyətimiz millət olaraq, Orta Doğu xalqları olaraq azad camiə təsis etmək imkanımız yoxdur. Çünki biz insana iman, insanın xoşbəxtliyinə etiqadımız yoxdur, inanmırıq. Biz deyirik ki, insanı xoşbəxt edən onun imanıdır. Bu cür deyil. Yaxşı. Avropa niyə belə oldu? Çünki onlar da deyirdilər ki, Həzrəti İsa gələcək, bu işləri düzəltəcək. 1000 ildən sonra. 1000 il keçdi, gördülər, gəlmədi. Dedilər, bu deyəsən gəlməyəcək. Bəlkə biz yalan bir şeyə iman edirik. Gəlin, bu yaxşı, gəlmir, gəlməsin də. Özümüz öz işimizi görək. Məhdəviyyət, yəni Həzrəti İsa'nın gəlməsi və Allah inancını, imanını əvvəl fəlsəfədə kənarlaşdırdılar. Yəni fərdi sahəyə gətirdilər. Dedilər, sən Allaha inanmaq üçün Xristiyan, Yahudi, müsəlman olmana gərək yoxdur. Onsuz da sən Tanrıya inana bilərsən. Bunlar Allaha inanmağın yolunda əngəldir. Yəni bir müsəlman Allaha inanmır, mərhəmətli olsun, cihad üçün inanır. Xristiyan da o şəkildə, Yahudiyyət də o şəkildə. Məsələn, Spinoza bunu gətirdi, qoydu ortaya, panteizmi. Hər tərəfdə Allah vardır, sən gedib onu bir kitabda axtarmamalısan. Allah bir kitaba sığarmı? Vardırsa. Ya da yoxdursa da sən həyatını yaşa. Yaxşı. Bunların hamısı o zaman deyirlər, Həzrəti İsa gələcək, bizə yardım edəcək. Həzrəti İsa'nın gəlişinə olan iman, inanc yox edildikdən sonra Rönesans doğdu. Əvvəl reform edək deyəndə reform olubdur da. Sıfırdan başlamağa, Amerikanı yerdən keşfetməyə gərək yoxdur. Ama Avropada bu reformlar olmuş və Amerika ki süper devlet olmuş dünyada, Avropadakı təcrübələri istifadə edərək el oldu. Bizim çarəmiz yoxdur Avropalaşmaqdan başqa. Çarə yol yoxdur. Reform nədir? Universitetlərdən sən dini təhsilatı çıxardacaqsın. Avropada çıxartmışlar. Məktəblərdə ki, bizə dini müfrədat kitab verirlər, onlar getməlidir, qardaşım, mən sənə nə, sən dövlətsən gəlib mənə elm öyrətməyə, yoxsa din öyrətməyə. Onu mənim ailəm, mənim özüm, fikrim, təfəkkürüm 18 yaşımı doldurandan sonra kitab orada var da gedib özüm oxuyaram.
Sən niyə oxutdurursan mənə? Həm də öz təfsirini mənim beynimə doldurursan. Şiəligi, sünniliyi. Və bunların hamısı gerçəkləşmiş də şeydə Avropada. Gerçəkləşmiş olanı başqa bir şəkildə gerçəkləşdirməyə çalışmaq o deməkdir ki, sən bunu istəmirsən. Yəni 2x2 Avropada da 4'tür, dünyanın hər yerində 4 olmalıdır. Biz gəlib 5'dir, bunu nə çalışsaq da 5 edə bilmərik. Bunların hamısı azadlıqdan qaçışdır. Şeyin bir kitabı var, nədir? Erik Fromm'un Qorizəz Azadi. Azadidən azadlıqdan qaçmaq. Çox gözəl açıqlamış. Elə bilirsiniz, bu adamlar ki, burada danışırlar, ha? Bunlar məsələn azadlıqdan qorxmurlar. Hamı azadlıqdan qorxur. Çünki azadlığı istəmək nihilist olmaqdır. Azadlıq səni rahatsız edir. Sən azadlıq sində nə istəyirsən? Ona görə də azadlıqdan qorxmaq insanları və bir camiəni ənənənin, gələnəyinin bataqlığına soxur. Çünki orada rahatsın, səni dəstəkləyən, sənin həyatına kəzai anlam verən bir şeylər vardır. İnsan tək yaşaya bilmir. Nə edəcəksən? Məcbursan, məscidə girəsən, məcbursan o camiyə ilə sən irtibatda olasan da. Amma fərdiyyətə dəyər verən bir meyar varmı bizim ölkəmizdə? Yoxdur. Hər şeyimiz bizi sürü halında yaşamağa çağrıştırır. O da lazımdır. İnsan tək başına yaşaya bilməz. Biz də ona görə burada danışırıq ki, tək yaşamaq istəmirik. Amma eyni halda bu camiənin içərisində, çoxluğun içərisində bir təzad vardır. Hər fərd özünə məxsus bir varlıqdır. Və hər fərd özünə məxsusluğu ortaya qoyanda təzad ortaya çıxır. Qaynaşma, kavga, savaş filan. Yaxşı, bunların içərisində bir təadül, bir dəngə necə sağlana bilər? Deyirlər, necə sağlanması budur. Müştərək məzhəb ya müştərək bir din gəlib dəngəni bərqərar edəcək və etmişdir, amma o əslində etməmişdir. O tək-tək istedadlı fərdlərin istedadını yox etmiş, ya dardan asmışlar, ya öldürmüşlər, ya indiki günümüzdə ictimai hüquqdan məhrum bıraxmışlar, indi camiədə xaricər olaraq çalışırlar, nə bilim, naxırçı olaraq həyatlarına davam edirlər, ya da zindanlarda çürüyürlər, ya da bizim kimi vətənimizdən qoyub qaçmışıq tək başına içinə girə bilməyəcəyimiz, sosiyyətəsi ilə irtibata girə bilməyəcəyimiz bir camiədə yaşamaq məcburiyyətində buraxmışlar. O zaman bu camiə necə islah ola bilər? Nəyə görə biz bura gəlirik? Niyə bu qədər insanlar Avropaya qaçırlar? Belədirsə, qardaşım, Amerika gəlsin, işğal etsin də bizim vətənimizi. Bir dəfəlik bu fərhəngi gətirsinlər, təzriq eləsinlər bizim camiəyə. Bunun nə zərəri var? Baxın, Cənubi Koreya, bir də Şimali Kore. Cənubi Kore hələ də Amerikanın padığanıdır, üssüdür. Cənubi Kore indi iqtisadi baxımdan, bəzilər deyirlər 2500 illik İran tarixi. Müqayisə eləyin. Korenin heç tarixi yoxdur, doğru dürüst. Mənim tarixi olan millət olar. Finlandiyanın da tarixi yoxdur. 100 ildir tarixə giribdir, 100 il. 100 ildən ötürən Finlandiyanın tarixi yoxdur. Amma burada bir dil var, bir ağıl var. O ağıl Avropa mədəniyyətinin şəkillənməsində Finlandiyanın heç bir təsiri olmamışdır. Ondan təsirlənmişdir. İndi təsiri olmayıbdır deyə ondan istifadə etməməlidir. Yaxşı. Bizimki tariximiz güya fəxr edib, iftixar edirlər, tariximiz var. Cənubi Korenin tarixi yoxdur, Singapurun tarixi yoxdur, Tayvanın tarixi yoxdur. Nə bilim, hər hansı bir ölkəni deyirsiniz də, Japoniyanın da doğru dürüst tarixi yoxdur, bilgi tarixi, bilim tarixi. Japoniyada hala Amerikanın işğalındadır. O zaman biz nəyi qorumaq istəyirik? Məsələn, biz ki deyirlər, deyəlim ki, Cəlalı Ali Əhməd kimi bir gerici, Səməd Behrəngi kimi ibtidai, primitiv bir yazısı gəlib Avropa düşmanlığı edəndə, o bizdə var olan nəyi qorumaq istəmişlər ki, biz Avropa mədəniyyətinə qarşı çıxaq? Onlar bilirdilər Avropa nədir? Onlar oxumuşlar Spinoza kimdir? Onlar oxumuşlar Descartes kimdir? Heç tərcümə olunmamışdı o zaman. Onlar bilirdilər Martin Heidegger kimdir, nə biləm o kimdir, bu kimdir. Ya bizim beynimizə bir dənə kəzai bir hoviyyət doldurmuşlar ki, Avropada istəyirlər bunu yox edələr. Heç Avropalıların elə bir niyyəti yoxdur. Zaten o yox olacaq.
Zaten bizim nəyimiz varsa hamısı tarixdən silinəcək. Çünki silinməlidir. Çünki tarixin həqiqəti, aydınlığı bunu qəbul etməz. O deməkdir, bunu deyəndə deyirlər, Avropa kimi nə bilim əxlaqsızlıq olmalıdır. Avropada əxlaqsızlıq var. Şərq ölkələrində olan əxlaqsızlığın hansı Avropada vardır? Hə? Oradan gəlib də bura bəzilərində homoseksualizm var. Homoseksualizm şərqin kültürüdür də. O da ki, əxlaqsızlıq deyil. Adam elə yaranmış, elə yaşayır da, onun da bir yolu bulunmalıdır. Bilim deyir, bunun yolu bulunmalıdır. Sən onu öldürməklə, daşqalaq etməklə həll edə bilməzsən. Bunu elmi yolla, elmi inqilab necə ola bilər? Olmur, olmadığı üçün indi biz bir rahatsızlıq içindəyik. Biz camiə olaraq, bütün şərq camiəsi, bir ehsas-ı həqarət yaşayırıq, aşağılıq kompleksi. Niyə? Görürük ki, biz çox geri qalmışıq. Bu ehsas-ı həqarətin qarşısında İslam siyasiləşdi, siyasi İslam doğdu. Diqqət edirsinizmi? İslamı qorumaq üçün. İslamı qorumağa nə ehtiyac var? İslam üçün yaşamalıdır müsəlman olmayan. Nə qədər müsəlman ölkələrində ümumiyyətlə bu 1,5 milyar deyirlər müsəlman var. 1 milyon adam çətin tapa bilərsiniz. Qur'anı əvvəldən axıra oxumuşlar. Bu bir kültürdür də. İlişmişik. Xristiyanlıq da o şəkildə o. Bütün dinlər elədir. Din kitabını oxumazlar. Ona vaxt qalmaz heç oxumağa. Həyat o şəkildə, o dinə görə şəkillənibdir. İşte bunu necə ortadan qaldırmaq olar? Bu necə çözülə bilər? Bilim yoluyla, elm yoluyla. Ona görə bizdə elm inkişaf etməmiş və etmir. Baxınız, elə bir şey yoxdur ki, Avropada, Japoniyada, orada, Çində, burada elm alimlər onu kəşf etmişlər. Bizə gələndə hamısının haqqında fətva çıxartmışlar ki, İslama zərər verir. Televizyon, radio, Coca-Cola, nə bilim, hər şey, kombay, traktor. Axırda özünü məcbur edib deyə onu istifadə etməlisən. Yaxşı, düşünün, bu fətvalar olmasaydı. Ya məsələn, bir dənə nümunə söyleyeyim. Əmr Kəbirin zamanında baş verdi. Bu çiçək xəstəliyi ki var, abilə xəstəliyi. Onun dərmanı tapılmışdı. 19-cu əsrdə bir epidemi xəstəlik olur. 100 minlərcə adam öldü ölkəmizdə və Osmanlıda. Müsəlmanlar dedilər, bu yalandır. Adamın necə alıb, iğnə vurasan, insan çiçək xəstəliyindən sağalar, uşaqlar. Bu Allahın iradəsi deyilsə, Allah hər şeyi bilmirmi? Ağaçdan düşən yarpaqda da Allahın iradəsi varsa, Allah özü göndəribsə, bu elə xəstəlik bizi nə qədər istəyir öldürsün, sonra Allahın imtihanıdır, yox olacaq. Bağışla bunu deyim, bıraxım. Ondan sonra fətva çıxartdılar ki, bunu xristiyanlar istəyirlər bizim uşaqlarımızın damarına cin soxular, cin təsriq edirlər. Uşaqlar böyüyəndə olalar xristiyan. Dindən çıxarlar. Heç kəs uşağına vurdurmadı, vaksinizə etmədi, aşılamadı. 100 minlərcə uşaq öldü. Əmr Kəbirin zamanında. Diqqət edirsinizmi? Bu, keçən əsrin əvvəllərində də olmuş. Bir dənə kitab vardı, onu mən keçən 3-4 ay bundan əvvəl oxudum, sonunda axırı hamısını oxudum. Səyahətnamə-i İbrahim bəy Məraqi. Adam molla ilə qarşılaşır, görür molla ağlayır, deyir, niyə ağlayırsan? Deyir, oğlum öldü. Deyir, niyə? Deyir, xəstələnmişdir. Deyir, o xəstəliyin dərmanı vardı da. Deyir, bilirəm, amma deyir, biz müsəlmanıq axı. Allah elə mənim oğlumu öldürür, mən də onun həsrətində ağlayayım. Baxın, dəhşət. Restorasyon və reverasyon iki dənə inqilablar çağının qavramlarıdır. Reverasyon, yəni inqilabi yolla, uçurdaraq əskiləri filanı. Revolüsiyon da inqilabdan sonra inqilabın başarmadığını, yapa bilmədiyini restora etməkdir, yəni təmir etmək. Təmir edəndə də dağılmışlar. Məsələn, 1917-ci ildə Rusiyada inqilab oldu da, o revolüsiyon bir sürəcidir, revolüsiyon. Ondan sonra gördülər, olmur. Bəzi şeyləri, inqilab yəni əcələ. Əcələ ilə ortadan qaldırmaq olmur. Bəzi məsələn, insanlar vardılar, onları topdan qətl etməliyik, hamısının nəslini kəsməliyik, yeni nəsil o işləri görsün. O da mümkün deyil. Bəzi şeylər var, məsələn, 50 ildən sonra öz-özünə həll olar, yavaş-yavaş.
Onun yolunu sən həmvar etməlisən, pillələri düzməlisən gələcəyə doğru. Ondan sonra gördülər olmur, dedilər gəlin restorasyon mərhələsinə keçək. Məsələn, restorasyon mərhələsinə nə zaman keçildi? Stalinin ölümündən sonra. İndi Stalini hamı pis deyir, elə mən də pis deyirəm, kəsib bir adam idi da. Amma başardı da, o boyda imperatorluğu qurdu, atom bombası əldə etdi, nə qədər ölkələri təzədən işğal etdi. İndiki Almaniya var ha. Çox qəribədir, onu mən təzə öyrənmişəm, heç bilmirdim. Almaniyanın 470 min kilometre kare, kilometre mürəbbə ərazisi vardı 2-ci Dünya Savaşından əvvəl. 2-ci Dünya Savaşından sonra 130 min kilometre mürəbbə torpaq itirdi. Ruslar aldılar. Yəni indiki Azərbaycan, Gürcüstanı topla bir yerə, o boyda bir ərazini Almaniya itirmiş ha 1945-ci ildə. Evet. Onların hamısı Stalinin şeyiydi. Yani devlet işlerinde başarılı olmak sosyal, işlerde de başarılı olmak anlamında değildir. Korkuyla, qətliamla, 20 milyon insanı qətl edərək əldə edilən başarı, adam başını yere koyup gəbərdikdən sonra hamısı yok olup gedir. Stalin'den sonra bunlar başladılar revorasyona. Görürsünüz, tutabilmediler, dağıldı gitti. Ona göre de restorasyon kavramı revorasyondan sonra gelen bir süreçti. Çünkü restore etmek için sen ortada bir şey olmalıdır. Evvel özün düzelttiğin bir şey olmalıdır. Sonraki o zihniyet onu restore etmelidir. İran'da bizim restore edeceğimiz ne var? Ha? Ne var İran'da bizim restore edeceğimiz? İran'da ve Şərq ölkələrində bir tek yol var. Avropalaşmaq olmalıdır. Çətindir. Bunu mən anlayırım ama başka yol yoktur. Yani bugün biz bu dediğimiz sözü indiki belə deyirik. 100 yıl bundan qabaq deyirdiler. Söyleyenler var idi. O 100 yıl bundan qabaq söyleyenlerin düşüncelerinin çoxu həyata geçmiş. Mesela artık hamı uşağı xəstələnəndə vaksinə edir. Demir bu Ayətullah fətva vermiş. İslam zərərə girer. İndi bugündəki biz bunu deyirik belə olmalı da 100 ildən sonra belə olacaq. Ama camianın ortak zihniyetini necə hazırlamaq lazımdır? Bunu devletin gücüyle hazırlamaq lazımdır. Cumhuriyet İslami'nin, Cumhuriyet İslami İran, Cumhuriyet İslami Pakistan, ne bileyim Afganistan, hamısı böğrüne bir tane İslam'ı koyurlar. Kardeşim bu İslam'ı niye sokursan orası? Ve sen İslam'ı niye oraya götür? Onların hamısı çıkmalıdır. Bayraqlardan din simgəsi çıxartmalıdır. Azərbaycan bayrağından da o yaşıl renk var. O her zaman deyirəm. Ben onu kabul etmirəm ki. Azərbaycanda Yahudi var, Krişnaist var, Hristiyan var. Hamı sənin İslam dininə təslim olmalıdır. Hamınınkindən çıxmalıdır. O şəmşir-məmşir ki vardı, şiddət, xuşunət çağrışdırır, cihad çağrışdırır. Bunlar getməlidir də. Getsin də. Axı bunun üçün inqilab falan lazım değil ki. Bunun üçün ağlı başında olan bir devlet adamı lazım. De kardeşim bir bez parçası da gelin bu rengi buradan götürək. Gələcəyə doğru bir dənə renk koyaq ora. Onu deyirəm də, sadəcə bizdə deyil. Biz özümüz mərkəzli danışırıq. Amma biz də Orta Doğunun fərhəngi ilə, kültürü ilə mühasirə edilmişik də. Axı bizə məsələn Türkiyədən nə gələcək? Bizə Pakistandan nə gələcək? Bizə Əfqanistandan nə gələcək? Qonşularımız da hamısı bizim kimidirlər. Bizdən fərqli deyirlər. Bizə Azərbaycandan nə gələcək qardaşım? Ya Azərbaycana İrandan nə gedəcək? Türkiyəyə İrandan nə gedəcək? Türkiye'de bazı cahil adamlar var. Çıkıp televizyonda qədim İran mədəniyyətindən danışırlar. O məşhur tarixçi falan. Ne var qədim İran mədəniyyətində? Mədəniyyət olubdur. Mədəniyyət bəyəm aradan gedər. Mədəniyyət bir milletin intellektual enerjisinin nesnelleşmesi, maddileşmesi demektir. Ve enerji hiçbir zaman aradan gitmez. Şəkli dəyişir. Bunların hamısı tarixpərəstlik, historisizmdir. Geçmişte böyle bir şey olmuşsa o demektir ki biz gelecekte medeniyet tahsis etməməliyik. Geçmiş medeniyeti dirildə bilərik. Geçmiş medeniyeti necə diriltmək olar? Ümumiyyətlə tarixi insan bilə bilərmi? Necə bilə bilər? Bilə bilməz. Fenomen olarak tarix bilinməz. Yani pədidə olarak biz tarixi bilə bilmərik. Hamısı iştirakçıları ölmüşler. Onlar ne yemişler, ne içmişler, necə yatmışlar. Xəyalları neymiş, hansı yuxuları görərmişlər. Tarix budur da, bunu biz bilə bilmərik. Hansı qərarları almışlar,
savaşlarda, mədəniyyət, onları bilə bilmərik. Biz insan, bu tarix bilgiləri haqqında kitablar da var ha. Belli tarixi mərhələlərlə bir zehni qurğularımız olur. Qurğu. Qurğu nə deməkdir? Yəni təsəvvür. Bir təsəvvürlərimizin adına deyirik tarix bilgisi. Ona görə də heç bir tarix bilgisi %100 doğru deyil. Epistemolojik bilgi deyildir. Zaman keçdikcə bilinen tarix bilgiləri dəyişir. Məsələn, mən bir dənə kitab oxudum. Sizlər də oxuya bilərsiniz. Kitabın adı təzə çap olubdur, 3-4 ildir. Bir İngiliz profesör yazmış, özü də yaşayır Oxford Universitetinin şərqşünas və linguist profesörü yazmış. The people that never were. Adı belədir. Yəni tarixdə heç olmayan millət. Bu ari kəlməsini, ariya kəlməsini orada bərrəsi eləyibdir ki, baba bu ari kəlməsi, ariya kəlməsi filolojik bir dənə qavram olmuşdur. Və ilk dəfə olaraq da Upanishadlarda və Vedalarda keçər. Orada da bir qövmün adı deyil. Yəni genetik, biyolojik bir anlam ifadə etməz. Filolojik bir anlam ifadə edər. Bu da Hindistan millətinə mənsub deyil. Orta Asiyadan bir qavm gəlmiş ora. O qövmün adı Ariya olmamış. Onların davranışları bunlarınkindən fərqli olmuş. Çünki Hindistan çox qeyri-behdaşlı, səhiyyənin, sağlığın olmadığı məkan olmuşlar. İndinin özündə 250 milyon ailənin, insanın tuvaleti yoxdur. Elə küçənin ortasında otururlar. Bunların bir həyat şəkli olmuş. O həyat şəklinə demişlər ari. Ari yəni nikui. Yəni məsələ əxlaqi bir qavram olmuş. Bir etnik kimliyi bəyan edən bir qavram olmamışdır. Bunların hamısını araşdırmış, orada vermişdir. Amma 19-cu yüzildə Almaniya başlayır şey etməyə. Yəni bu savaşların səbəbi Almaniya tərəfindən Birinci və İkinci Dünya Savaşının başlamasının səbəbi nə idi? Almaniya deyən bir dövlət yox idi, ölkə yox idi. Bismarck buranı birləşdirəndən sonra bunlar gördülər ki, dünyanı başqa dövlətlər işğal etmişlər, sömürürlər. İndi Almaniyada sənaye inqilabı gerçəkləşdirdi, güclü ordu falan. Dedilər, biz haranı işğal edək. Yəni 19-cu yüzildə, 18-ci yüzildə Almaniyanın milli devlətinin olmaması, 19-cu yüzilin axırlarına doğru milli devlətini qurub güclənməsi Birinci və İkinci Dünya Savaşının başlanmasına səbəb oldu. Bunlar gördü İngiltərəyə, Fransaya girə bilməyəcəklər. Ona görə geri qalmış, ancaq dünyanın enerji qaynağını özündə barındıran Rusiyaya göz dikdilər. Ona görə də türkoloji Almaniyada çox güclü gəlişdi. Nədən? Çünki Rusiyada türk topraklardır da. Qacarlarda türklüyü gəlişdirməyə çalışdılar. Başarmadı. Getdilər Osmanlıya, dedilər siz türksünüz. Onlar da Osmanlı da özünə türk deməzdi. Türk sözü Osmanlıda ayıb bir sözüydü. Bunu Almanlar onlara zorla başa saldılar ki siz də türksünüz. Məğlub oldular. Amma bir dənə ideoloji gəlişdirdilər. Bu Ariya məsələsi. Bu ideoloji Almaniyada 20-ci əsrin əvvəllərində etnik və genetik bir anlam daşımağa ifadə etdi. Bunun elmi əsası yoxdur. Amma görün Almaniyanın başına nə bəlalar gətirdi. 170.000 kilometr mürəbbə torpağını itirdi. Dəhşətdir. Görürsünüz nə qədər təhlükəli bir məsələdir. Sonra gəldi İrana. Bu modern İran qurmaq istəyən ideoloqlar, əsasən Təbriz mərkəzli Seyid Həsən Təqizadə ilk dəfə olaraq Ariya nəcatpərəstliyinin nəzəriyyəsini İranda yazan və onu da daha sonra Pəhləvi dövlətinin bünyəsinə təzyiq edən kişilərdir. Təqi Ərani, Seyid Həsən Təqizadə və başqaları. Dedilər, biz Nəcad Ariyaydanik. Təqi Ərani özü də Almaniyada, bilirsiniz, 20-ci əsrin əvvəllərində orada oxumuşdu. Almaniyadakı biyoloji verilərlə, ondan sonra filoloji elmlərlə uyğun olmayan Ariya sözü üzərinə yazılan teoriləri gətirdilər İranda, camiəyə təzyiq etdilər. Pəhləvilər də bunun üzərinə sərmayə qoydular. Biz Ariyayıq. Hardan bilirsən, 2500 il bundan öncəki tarixi bilmək olar. Onlara dedilər Nəcad Ariyayı falan. Bunların hamısı yalandır. Bu yalanın cəzasını çəkirik, bax biz.
Cumhur İslam'ı doğuranda bu yalan oldu. Cumhur İslami de geldi başka bir yalan uydurdu. Ne bileyim Seyit Soyun'dan Ebelfez, Ali bunları bilirsiniz. Bunun cezasını da indi analarının karnında olan hele insanlar yine gelecekte çekecekler. Neden? Sorgulanmamış. Nəqd edilmemiş. Yalanları təksib ederken təksib edenleri öldürmeler neticesinde bu yalanlar canlılığını koruyur. Yalan da şirin olur. Yalan kadar lezzetli, şirin bir şey yoktur. Baldan şirindir yalan. Ama bir merhale gelir, bir de görürsen ki bu yalan senin bütün ömrünü, ister ferdi, ister ailevi, ister gruhi, ister şehri, ister camiye bazında, zemininde bütün hayatımızı yok edip gedibdir. Ortada hiçbir şey yoktu. Bizim tarihimiz, Orta Doğu halklarının tarihi yalana iman etmek. Yani öyle iman etmelisin ki hiçbir şüphe kalmamalıdır. Hiçbir şüphe kalmadan bir şeye iman ettinse bunun adı yalandır. Bize bunu təsdiq edirlər, təlqin edirlər. Yaxşı. Biz bu yalanın elinden necə can qurtaracağıq? Avropa stizi ilə qərbə düşmanlıq etməklə mi? Zaten düşmanlıq edəcək gücümüz qalmış mı axı bizim? Ne edə biləcək? Biz mesela bir nesil gelir Avrupa medeniyetine karşı düşmanlık edir. Ne kadar adamlar da bu yolda ölürler, terör de edirler, ne imperializm geldi falan. Onlar ölüp gidenden sonra bir haberleri olmuyor. O Garb medeniyeti geldi oturdu burada. Mesela Cumhur İslam'ın şuarı Garb stizi değildi. Şimdi Garb'in bütün değerleri alttan girip oradayla oturuşmuş da. Bunun karşısını almak olmaz. Çünkü bu kanun gücüdür. Kanun olmayan yerde. İlahi kanunlar yok. İlahi kanun yoktur. İnsan ağlının yazdığı kanunların hakim olmadığı yerde bir təbəqənin mənfəətinə xidmət edən qanunlar silsiləsi varlığını sürdürər və onun adına qoyarlar, adına deyərlər qanun-i ilahi və deyərlər ki, itiullah və itiul rəsuli və ulul əmri minkum. Allah ortada yoktu. Peygamber de vefat edip gitmiş. Ortada onların, Allah'ın peygamberin varisi, emir sahipleri kalır. Onlardan da itaat edin. Bundan da camiye inkişaf etmez. Bu iptidai insanların düşüncesidir.